2006-cı ildən etibarən yaradılan pensiya kapitalı bu ildən əvvəl də, yəni 2006-cı ildən əvvəl də işləyənlər üçün necə hesablanacaq? Həftəlik.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Şöbəsinin müdiri Eyvaz İsmailov İctimai Televiziyaya bildirib ki, bu hesablama 1 illə 1029 manat kimi nəzərə alınır. Nəticə 2006-cı ilin yanvar ayının 1-nə kimi nəzərə alınaraq hesablanır və indeksləşdirilərək pensiyanın məbləğinə əlavə olunur. Bundan başqa, 2006-2018-ci illər ərzində vətəndaşın ən az bir gün sığorta stajı olarsa, ona 25 il sığorta stajı hədiyyə olunur və minimum əmək pensiyası təyin olunur. Qeyd edək ki, təxminən son 20 ildir ki, fəaliyyət göstərən pensiya kapitalı sayəsində əhali gələcəkdə alacağı pensiyanı müəyyənləşdirə bilir. Azərbaycanda pensiya almaq üçün minimum 25 il iş stajı və ya 46.080 manat pensiya kapitalı olmalıdır. Lakin 2006-cı ildən əvvələ işləyənlər hazırda hesablanan məbləğdən daha aşağı pensiya alırlar. İqtisadçı ekspert Xalid Kərimlinin bildirdiyinə görə 2006-cı ildən etibarən Azərbaycanda fərdi uçot sistemi təyin edilib. Vətəndaş hər ay pensiya fonduna müəyyən məbləğdə ödəniş edir. Fərdi formada açılmış bu sistemdən vətəndaş staj müddətindən pensiya kapitalına qədər bütün növ məlumatları əldə edə bilər. Bu kifayət qədər ədalətlidir ki, siz pensiya fonduna nə qədər məbləğ yatırmısınızsa, pensiya çıxdıqdan sonra da hökumət bu məbləği eyni ilə sizə geri qaytarır. Qeyd etmək lazımdır ki, hazırki minimum əmək pensiyası 320 manat məbləğini təşkil edir.